Hekayəmi dinləmək istəyərdinizmi? Dünyaya gəldiyim gündən həyatımla mübarizə aparıram. İlk günlərim yaşamaq üçün, sonra yaratmaq üçün özümü. Məktəbin son illərində hər kəs hazırlığa gedərkən maddi sıxıntıdan hazırlığa gedə bilməsəm də, mənə lazım olan fənlərdən özüm hazırlaşırdım. İmtahana 3 ay qalmış 2 fəndən hazırlığa getdim. İmtahan nəticələrim heç də ürək açıcı olmadı. Hətta ətrafımdan bəziləri qəbul olmamısan, onsuz da alınmayacaqdı, əlini üz. Fikirlərini rəsmi açıqlama çıxana kimi deyərək, ümidlərimin puç olması üçün əllərindən gələni edirdilər. Atamın bir sözü var, heç bir əziyyət yerdə qalmır, sən yetər ki çalış. Bu fikir beynimdə fırlanaraq həyata üsyan etməyimə səbəb idi. Və nəhayət ki o an gəldi çatdı. Qəbul olmuşam, həm də arzuladığım ixtisasa. Danışanda asan olsa da həmin illər çox ağır və çətin idi. Hətta indi də danışmağım çətindir. İstədiyim ixtisas həmin il yalnız ödənişli idi və çox əziyyətlə də olsa universitetdə qeydiyyatın son günü nəhayət ki lazımi ödəniş edilə bilindi. Mən təqaüd alacağam dediyimdə ətrafımda olan bir çox insan ələ salaraq ödənişli oxuyana təqaüd vermirdilər dedilər. Qayda bu vaxtda kimin belə olub? Mən ürəkdən arzulayıram, hər şey istədiyim kimi olacaq dediyimdə gülənlər az olmadı və həmin gün gəldi. Qayda dəyişdi. Öz zəhmətimlə təqaüd də aldım. Diplomuma baxanda çəkdiyim əziyyəti, göz yaşlarımı, ümidlərimi, arzularımı və bir çox dilə gətirmədiyim duyğularımı yenidən yaşayıram. Həmin çətin günlərim gözümün önündə canlanır. Hə, bacarmışam, amma çoxdur yaralar. Manikür isə mənim tələbəlik illərimdən hobbimdir. Doğmalarım daima manikür ustalığını öyrən, səndə çox yaxşı alınacaq desələr də, mən özümü şirkətdə işləyən görürdüm. Nitqimin səlisliyi də məhz şirkətdə işləyən illərdə təkmilləşdi. Həmin illərdə bu sənətə başlasaydım, bəlkə də artıq istədiyim pilləni çoxdan keçmişdim, kim bilir. Amma hər şey öz zamanında gözəldir. Bunu niyə sizə danışdım? Mənim üçün manikür sadəcə iş deyil, ruhumdur. Enerjimi bərpa edən ən gözəl işdir. Sizinlə söhbətləşərək növbəti müştərim üçün masamı hazırladım. Sizi də tezliklə yanıma gözləyirəm. Sevgilərlə, Ləman.